Əgər siz revmatizmdən əziyyət çəkirsinizsə, diqqətli olun, çünki bu xəstəliklər sizin ürəyinizə təsir eləyə bilərlər. Belə ki, bilinən əksinə revmatik xəstəliklər adlandırılan böyük xəstəliklər qrupu sadəcə oynaqları, əzələləri və sümükləri tutmur, həmçinin də daxili orqanlara özü fəsadını göstərir və bunu damar tutulmu şəklində eləyir. Ürəyi də bir damar sisteminin uzantısı kimi təsəvvür eləsək, yəni əslində ürək də bir növ damarın bir hissəsidir, damar sisteminin bir hissəsidir və revmatik xəstəliklər zamanı damar tutulumuna bağlı olaraq ürək tutulumu da ortaya çıxır. Bəs bu necə özünü göstərir? Gənc yaşda müxtəlif təbii ki, xəstəlikdən asılı olaraq gənc yaşda infarkta səbəb ola bilər və yaxud da ürək çatışmazlığına, ürəkdə ritm pozğunluqlarına, həmçinin də ağciyər arteriyalarının arterial təzyiqinə, yəni təzyiq xəstəliyinə və digər normal ürəyin özünün belə təzyiq xəstəliyinə səbəb ola bilər və bu durum heç də azımsanacaq qədər az deyil. Buna görə də revmatik xəstəliyi olan şəxslər, hansı ki, bura daxildir revmatoid artrit, qırmızı qurd eşənəyi, sklerodermiya, morbus Bechteri və yaxud da ankilozlaşdıran spondilit xəstəliyi və həmçinin də psoriaz xəstəliyi olan şəxslər diqqət yetirməlidir. Çünki bu xəstəliklərdə ürək tutulumu çox tez-tez görülür. Məsələn, qırmızı qurd eşənəyində ürəyin həm daxili qatı, həm də xarici qatının tutulumu, iltihabı görülə bilər və bu da təbii ki, nəticə etibarilə gənc yaşda, xüsusən də qadınlarda, çünki xəstəlik də qadınlarda daha çox görülür, ürək infarktına səbəb ola bilər. Bundan əlavə, məsələn, revmatoid artrit çox yayılmış xəstəliklərdən biridir, revmatik xəstəliklərdən biridir və ürəyə də çox tez-tez təsir göstərir. Və bu xəstəlik zamanı da, məsələn, həm ürəyin müxtəlif qatlarının iltihabi prosesi, fibrozu ortaya çıxa bilər. Bundan əlavə də nəinki bu xəstəliklər ürəyi, həmçinin də ürəyin ətrafındakı damarları da tuturlar. Çünki əslində revmatik xəstəliklərdən danışırıqsa, burada bədəndə gedən ümumi iltihabdan danışmaq lazımdır. Bu, bütün bədənin iltihabi reaksiyasıdır və bu iltihabi reaksiya aqressivləşmiş immun sistem insanın müxtəlif toxumalarına, oynaqlarına, əzələlərinə, həmçinin də damarlarına və ürəyinə təsir göstərir və bu təsir nəticəsində də həm ürəyin müxtəlif qatlarının iltihabı, istər daxili, orta və yaxud da xarici qat olsun, həmçinin də bundan əlavə ürəyi qidalandıran damarların iltihabı, ürəyi qidalandıran damarlarda damar sərtliyi, damar daralması, ateroskleroz dediyimiz damar tutulması ilə nəticələnən proseslərə səbəb ola bilirlər və bunlar da özünü təbii ki, şəxslərdə müxtəlif ürək çatışmazlığı, infarkt və yaxud da fibrozlaşma, yəni ürək toxumasının funksiyasını artıq itirməsi, strukturunun dəyişməsi, belə deyək ki, funksiya görməyən bir maddəyə çevrilməsi ilə nəticələnir ki, bu da yenə öz növbəsində ritm pozğunluqlarına səbəb ola bilər və bu da təbii ki, heç də küçümsənəcək bir mövzu deyil, çünki ritm pozğunluqları da ani qəfləti ürək ölümlərinə səbəb olur. Buna görə də əgər sizin revmatik xəstəliyiniz varsa və bu müxtəlif xəstəliklər ola bilər sadaladığım kimi, xəstəliyin gedişatında təngə nəfəsliyinizin artdığını hiss edirsinizsə və yaxud da ürəyinizin əsməsini, titrəməsini ya da məsələn özündən getmə, bayılma hallarının olduğunu, yaxud da müəyyən məsafə getdikdən sonra ürək nahiyənizdə ağrıların ortaya çıxdığını hiss edirsinizsə, heç bir şəkildə yubatmadan öz müalicə həkiminizə müraciət edib daha ardıcıl diaqnostikaya start verməlisiniz. Yəni həkim zaten özü buna nəzarət edəcəkdir. Çünki bu xəstəliklərin gedişatında ürək tutulumu çox tez-tez görülür və nəticədə həkim buna ya sizin köməyinizlə ya da özü müəyyən diaqnostika zamanı aşkar edərsə, mütləq şəkildə buna uyğun müalicə tədbirləri başlanır. Bu zaman həm bədəndəki ümumi iltihabı, aqressivləşmiş immun sistemi söndürmək üçün bunun əleyhinə müalicə tədbirləri, həm də sırf ürəyin probleminə uyğun olaraq, məsələn, əgər təzyiq artımı durumu varsa, təzyiq dərmanları və yaxud da damar tutulumu, damar sərtliyi varsa, bu zaman bu damarın qanda lipid, yağın səviyyəsini aşağı salan, xolesterin səviyyəsini aşağı salan dərman preparatları və yaxud da əgər ritm pozğunluğu varsa da buna uyğun müalicə tədbirlərinə başlayacaqdır. Buna görə də heç bir şəkildə revmatik xəstəliyinizi xəfifə almayın. Bu xəstəliklər çox aqressiv gedişatlı ola bilərlər, qəfləti ürək ölümlərinə səbəb ola bilərlər. Buna görə də rutin şəkildə həkim kontrolu və vaxtı-vaxtında müayinə və müalicələri tətbiq etmək çox-çox önəmlidir.